Salamlar, mən Feyz. Bugün sizlerle birlikte YouTube Türkiye'nin ergəni Cühadis hakkında danışacağım. Bildiğiniz kimi tənqid konseptinin populyarlığından sonra bir çox boş ve axmaq tənqid kanalları törədi. Bunlardan en böyüğü təbii ki de Cühadisdir. Tənqid adı altında insanları təhqir etmələr, onları alçaltmaq tanış gəldi mu Cühadis. Təəssüf ki vəziyyət belədir. Klassik hər tənqid kanalı kimi gündəm haqqında boş videolar çekin və bunlara çox ərgəncə cavab verən biridir Cühadis. Ciddiyəm, ərgəncə. Videolarının bir çoxu beyaz kurtdan kopyadır. Milləti məzmun kopyalamaqla ittiham edib eyni şeyi özü etməsi çox ironikdir ciddən. Hər bir də fikirləri və tənqidləri o qədər axmaqcadır ki, videoları izləyərkən bir dəqiqə belə fokuslana bilmirəm. Misal bu videosu. Videonun başlığı belə bir o qədər iyrəncdir. Tacizdi ala bu. Ciddiyəm. Eyvallah, videonun məzmunu qızı taciz etmək üzərinə qurulmuyub. Amma bu sənin o başlığı bu şəkildə qurmana şərait yaratmır. Bilirəm Bella Ramsey serialadakı rola yaraşmır, amma bu sənin ona bu şəkildə hitap etmənə şərait yaratmır. Əgər belə düşünürsənə ol, get bunu başqa yerdə et. Tənqid belə bir şey deyil dostum. Tənqid bir insanın qüsurlarını görüb bu qüsurları ona deyərək həmin insanın qüsurlarını arada qaldırmasına kömək etməkdir. Yoxsa sənin kimi onları alçaldaraq, rüsva edərək, təhqir edərək tənqid olmur. Bunu o paslanmış beyninə yerdi. Hə bir də artıq insanlar haqqında danışarkən ərgən zırvalamağı dayandır. Ciddiyəm, çox cringe görünürsən. Deyəcəklərim bu qədər, sonraki videolarda görüşmək ümidi ilə salamat qalın.